Aha. Elçin Bey, dediniz ki Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə hücum etməyəcək, bunu istisna edirsiniz. Amma bir tərəfdən biz nəyə görürük? Ardıcıl olaraq Avropa ölkələrinin Rusiyanın hücumuna hazırlaşmasını görürük. Yəni Almaniya hazırda elə bir vəziyyət yaradıb ki, sanki müharibə bitdikdən sonra növbəti hədəf Almaniya olacaq. Bugün bir açıqlama ilə çıxış etdilər ki, bütün avadanlıqlarımızı hazır vəziyyətə gətirib çıxarmalıyıq. Ən az 2028-ci ilə qədər hərbi hazırlığımız ən yüksək səviyyədə olmalıdır. Bənzər açıqlamanı da və addımı da Böyük Britaniya atdı. Doğrudan da hazırda belə bir 3 ildən çoxdur davam edən bir müharibə var. Bu müharibədən çıxandan sonra Rusiya o potensialda olacaqmı? Sözü gedən ölkələrlə qarşı-qarşıya gəlsin. Yəni belə bir görüntü, belə bir tədirginlik nə üçün lazımdır? Yahudilərin çox qədim bir lətifəsi var. 5-ci mərtəbədə olan xanım 1-ci mərtəbədə səkinə yolla gedən kişidir. Mən sizdən qorxuram. O deyir, niyə? Çünki məni qarət edəcəksiniz. Deyir, siz 5-ci mərtəbədəsiniz. Deyir, bu dəqiqə düşərəm aşağı. Bu qədim bir Yahudi lətifəsidir. Almaniyanın, Polşanın və digər ölkələrin amandı qoymayın, xortdandı gəldi, didarı yamandı qoyma gəldi. Mirzə Ələkbər Sabiri şeiri deyəsin, Alman və Polyak dillərinə tərcümə etmək lazımdır. Bu hekayədə xırs quldurmasa o qədər bəsit bir uşaq nağılıdır ki, buna inanmaq üçün mən Almaniyanın ən ucqar Wilstenstein dağında və yaxud da Bavariyada və yaxud da Württembergdə dağda yaşayan bir çoban olmalıyam. Məsələ bundan ibarətdir ki, Rusiya heç vaxt Almaniyaya hücum etməyəcək. Rusiyadan Almaniya strateji tərəfdaşdırlar. Almaniyada, Britaniyada, Norveçdə, İsveçdə və digər ölkələrdə, hətta kölgəsindən qorxan və kölgəsi boyda olan Lüksemburqda belə sığınacaq hazırlıqları o qədər absurd bir məsələdir ki, sığınacaqda bombardmandan qorunmaq mümkün deyil. Bu birincisi. İkincisi, müasir aviasiya bombaları, xüsusilə ağıllı bombalar sığınacaqları darmadağın etməyə imkan verir. Və üçüncüsü, bütün bu isteriya bunların xərclərinin hara getməsi barədə vətəndaş sorğularının, vətəndaş cəmiyyətindən gələn sualların qarşısını önləmək üçündür. Və nəhayət, mən paradoksal bir açıqlama vermək istəyirəm. Şəxsən mənim üçün və Avropada yaşayanlar üçün və dünya üçün ən təhlükəli məsələ Almaniyanın bu dəqiqə qollarını çirmələyərək militarlaşmağa başlamasıdır. Rusiya dünyaya natsizm verməyib, Almaniya verib. Almaniya və Yaponiyanın indi vəziyyətdən istifadə edərək maksimum dərəcədə silahlanmağa başlaması çox təhlükəli və çox qorxulu bir məsələdir. Almaniya kansleri Merz hərbi xərcləri daxili məhsulun təxminən 5%-nə çatdırmağı vəd edir. Bu çox pisdir. Çünki militarlaşmış Almaniya bütün Avropa üçün təhlükəlidir. O ki, qaldı sığınacaq məsələsində, bəli, Finlandiyada, İsveçdə də, Britaniyada da vərəqələr hazırlanır, Rusiyadan gələn təhlükə və s. Bilirsiniz, vətəndaşlar soruşurlar, Ukraynada müharibə gedir, başa düşdük. Benzin niyə bahalaşır? Qaz niyə bahalaşır? İşsizlik niyə həndəsə silsilə ilə artır? Niyə məmurlar öz işlərini görmürlər? Bütün bu suallara cavab vermək üçün hələ Mikhail Gertsen demişdi ki, iqtisadi çətinlikləri ört-basdır etməyin ən yaxşı yolu saxta vətənpərvərlikdir. Bax, bunlar bu dəqiqə həm saxta vətənpərvərlik edirlər, həm də olmayan təhdiddən və təhlükədən yaşayırlar. Rusiya Almaniya ilə necə müharibə apara bilər? Nə ilə müharibə aparar? Hansı üsulla müharibə aparacaq? Bunu zəhmət olmaz o hərbi ekspertlər anlaşırlar. Başa düşürəm, Polşada istiriyadır. Polşada həmişə istiriya olub. Reç Pospolita, Rusiyanın adı bizimdir, Ukraynanın yarısı bizimdir. Əslində baxsa qanunla Lvov şəhəri heç və Ukrayna şəhəri oldu məsələn. Amma bu o demək deyil ki, Ukrayna öz ərazilərini könüllər çəkməlidir. Xeyr, Ukrayna öz ərazilərini bərpa etməlidir. Həqiqət bilirsiniz nədir? Həqiqət odur ki, Vladimir Zelenskini bu dəqiqə sındırmağa və alçaltmağa çalışırlar. Çalışırlar ki, Vladimir Zelenski bax bu isteriyalar vasitəsilə alçaldıcı sülh müqaviləsini imzalasın, Krımdan əl çəksin, Xersondan, Zaporojyedən, Sumu vilayətindən, Luganskdan, Donetskdən əl çəksin. Eyni situasiyanı Bakıya vaxtında təklif etmişlər və bizi alçaldıcı sülhə razılaşdırmaq istəyirlər. Amma biz bilirsiniz ki, buna razılaşmadıq və mübarizəni apardıq. Ona görə bunker məsələsindən Rusiyadan gələn təhdidin qarşısını almaq, göydən dolu yağan zaman başqa rəngdə paltar geyinmək qədər optimal bir şeydir. Buyursunlar, təmizləsinlər bunkerləri, nə edirlər etsinlər. Amma bu nəyə lazım olacaq? Ermənilər də bunker qazırlar sərhədimizdə. Bunun mənası nədir? Nəyi dəyişəcək bu? Mən Almanları bu qədər sadəlöh bilməzdim. Cənab Merz birinci cavab versin ki, büdcənin 14,8% hara gedib. Almaniyada antimigrant isteriyası niyə qalxıb? Almaniyada Deutschland Überfunds niyə artır? Bu qədər. Təşəkkür edirəm.